İnsanın dünyadan köçdüyü andan qiyamət gününə qədər qalacağı bir yer var ki, bildiyimiz kimi insan qiyamətdə Quranın buyurduğuna əsasən qəbirdən qalxıb bütün insanlar Allahın huzurunda məhşur olur, Allahın huzurunda dayanır və elədiyi əməllərin cavabını verir. İnsan dünyadan köçən gündən qiyamət gününə qədər o günkü insan Allahın huzurunda dayanacaq. Qaldığı yerin adını Quran bizə bildirir ki, o yerin adı nədir? Buyurur və min vəraihim bərzəxun ila yevmi yub'asun. Buyurur, onların qarşısında qiyamət gününə qədər qalacaqları bərzəx var. İnsanın dünyadan köçəndən sonra qaldığı yerin adına Quran bərzəx deyir və bu həyat bərzəx həyatı adlanır. Bərzəx həyatı insan ruhunun qiyamət gününə qədər qalacağı yerdir. Bizim məzhəbin etiqadına əsasən bərzəx aləmində bizim əməllərimiz təcəssüm olunur. Bizim əməllərimiz bizi ilə bir yerdə qalır. Bizim əməllərimiz ki, biz eləyirik, bunu biz dəfələrlə demişik, o əməllərin hər birinin surəti var ki, biz o surəti görmürük. Bəzi nurani surəti var, bəzilərinin oddan olan surəti var, qorxunc surəti var. Hər bir əməlin özünün bir həqiqəti və surəti var ki, o surətlər, o həqiqətlər qəbr həyatında, bərzəx həyatında bizim yanımızda olur. Biz hamımız qiyamətə qədər öz əməllərimizlə bir yerdə qalacaq. Biz və bizim əməllərimiz olacaq. Şeyx Bəhai rəhmətullahi aleyh İsfahan şəhərində yaşayırdı və tez-tez Təhti-Fulad qəbristanlığına gedərdi. Təhti-Fulad fəzilətli insanların dəfn olunduğu bir qəbristanlıqdır. O tez-tez gedib onları ziyarət eləyərdi. Şeyx Bəhai özü də çox fəzilətli insanlardan və böyük alimlərimizdən biri olur. Baba Ruknuddin kimi bir fəzilətli insan həmin qəbristanda dəfn olunub. Əllamə Məclisi deyir ki, mən Şeyx Bəhai ilə getdim, onun qəbrini ziyarət elədik. Şeyx Bəhai bir Fatihə oxudu onun ruhuna və Fatihədən sonra ağladı. Mən dedim, sən niyə görə ağladın? Dedi, məclisi sən eşitmədin onun mənə dediyi sözü. Dedim, yox. Deyir, o mənə dedi ki, Şeyx, öz aqibəti düşün, öz fikrində ol. Və bu sözdən mən başa düşdüm ki, mənim ölümümə az qalıb. O mənə deyir ki, yavaş-yavaş hazırlaş. Və deyir, getdi, 6 aydan sonra dünyasını dəyişdi. Qısası, Şeyx Bəhai gedib Təhti-Fuladda oturub, axirət haqqında fikirləşərdi. Orada da bir qoca xidmətçi var idi, qəbristanın xadimlərindən idi. Çox mömin bir adam idi. Qoca bir kişi idi, avam adam idi, amma mömin adam idi. Şeyx Bəhai o boyda əzəmətli alim olmasına baxmayaraq gəlib onun yanında oturardı o kişinin. Ona deyərdi, izni, məni moizə elə, məni nəsihət elə. Çünki insanın həmişə ehtiyacı var moizəyə. İnsanın həmişə hədis eşitməyə, ayə eşitməyə ehtiyacı var. İnsan nə məqamda olursa olsun, hansı dərəcədə olursa olsun, hansı elmə sahib olursa olsun, insan söz eşitməyə ehtiyaclıdır. Əli əleyhissalam özü da bilirsiniz də Əli əleyhissalamdır. Əli əleyhissalam Əbu Zərə deyirdi ki, məni moizə elə. O ilə başa salırdı ki, hətta mənim sənin sözüvə, hədis deməyivə ehtiyacım var. Şeyx Ənsari kimi bir alim həftədə bir dəfə bir vaiz dəvət elirdi evinə, deyirdi, ayə və hədislərdən oxu, qəlbimi pas tutub bir həftədə. Bu pası ürəyimdən tökəsən. Hərçənd ki, öz zamanəsində Şeyx Ənsariyə bərabər adam yox idi elmdə. Elmi məqamdır, elmi məqamdan asılı olan məsələdir. İnsanın hər zaman moizə eşitməyə ehtiyacı var. Bəzən görürsən, bir moizə insanın taleyini dəyişib. Tarixdə neçə nəfər adam olur? Bir quldur var idi, Şeyx Məhəmməd Hüseyn Zahidin yanına gətirdilər. Nasalih əməllər sahibi olan bir adam idi. Ona baxdı, dedi ki, səndən bir xahiş eləsəm olar, dedi, buyurun. Dedi ki, səndən bir xahişim var, həftədə bir dəfə gəl moizəyə qulaq as. Deyir, dedi, baş üstə. Alimin hörmətini saxladı. Deyir, yavaş-yavaş gəlirdi, hər həftə gəlirdi, gördülər yavaş-yavaş bu moizədə halı dəyişir, ağlayır. Bir müddət sonra gördülər də bu dəyişdi tamamilə. Allah ona dünyanı da verdi, ahirəti də moizənin nəticəsində. Bir də görərsən, bir söz eşidib insanlardan tarixdə çox var, keçmişdə biz danışmışıq. Bir dənə söz ürəyində təsir qoyub, görsən düzəlib, hidayət tapıb, dəyişib. İnsanlar var, bir söz eşitsə hidayət olur, insan da var moizə məclisini adət eləyib özünə. Bəzən görürsən, məsələn, yığılırlar hər dəfə. İndi filan kəs moizə eləsin, biraz qulaq asaq.
filan kəs moizə eləsin. 10 dənə adam danışır, amma nə faydası var eşidənlərə? Eşidənlər onu adət eləyiblər. İnsanlar alimlərdən biri deyirdi, indiyə qədər eşitdiklərinə əməl eləsəydilər Salman Farsi olardı. Elə bu məscidlərdə deyilən sözlərə cəmaət gedib əməl eləsəydi, indiyə qədər eşitdiyimiz nəsihətlərə hamımız əməl eləsəydi, indi elə Peyğəmbərin səhabələrindən üstün dərəcədə idi. Amma çox insanlar elə qulaq asıb çıxıb gedir. Bəhlul dayanırdı məscidin qapısının ağzında Bəhlul danəndə. Qumları götürüb tökürdü torbasına, çantasına. Deyirlər, Bəhlul nə edirsən? Deyir, cəmaat kimi moizədən çıxır, eşitdiklərini tökürlər burada. Mən yığıram ki, bir faydalana bilim o vaizin danışdığı sözlərdən. Cəmaatın moizədən təsiri bəzi halda qapıdan çıxana qədər olur. Qapıdan çıxandan sonra yaddan çıxır nə danışıldı. Amma böyük alimlər görürsən avam adama da müraciət eləyib, mənim həyatımda olub, indiyəcən xatırlayıram, savadda məndən çox bəlkə də zəif bir adam idi, bir sürücü idi, bir yerə gedirdi, bir cümlə söz dedi ki, o söz indiyə qədər yadıma düşəndə mənim halıma təsir qoyur. Dedi ki, nə yaxşı olar ki, insan 5-10 gün dünyada düz yaşayar. Bu sadə sözdür, qəribə bir sözdür. Hədislər bundan da gözəlin deyib, ayələr bundan da gözəlin deyib. Amma görürsən, ola bilsin öz sözünə əməl eləyən bir adam idi ki, onun sözü indiyə qədər mənim məsələn şəxsən ürəyimdə təsir qoyur. Hər dəfə o söz mənim yadıma düşəndə mənim ruhumda müsbət təsiri olur. Ona görə insan baxmıyor, əşi bu savadsızdır, mən bundan çox kitab oxumuşam. Kitab oxumaqla deyil, bəzən təmiz bir insanın adama dediyi söz çox təsir qoyur insanın ürəyində. O böyüklükdə Şeyx Bəhai də gedib o avam adamın yanında oturur, deyirdi, mənə nəsihət elə. Bir gündə dedi ki, sən neçə ildir bu qəbristanda xidmət eləyirsən, ola bilər ki, bir maraqlı hadisə olub ki, onu mənə danışasan, qeyri-adi hadisə. Dedi, hə, bir dəfə olub. Bir dəfə belə bir hadisə olub ki, bir meyit gətirmişdilər dəfn eləməyə. Meyidi dəfn eləyib getdilər. Gedəndən sonra mən bir ətir hiss elədim ki, qəbristanın fəzasını gözəl ətir bürüdü. Baxanda gördüm bir xoş qiyafəli, gözəl bir cavan gəlir, amma elə bil ki, bərzəx gözüm açılıb, dünyavi surət deyil, bu başqa bir surət. Gözəl surətdə bir cavan gəldi, meyidin qəbrinə daxil oldu. Mən gördüm, bu qeyri-adi mənzərədir. Biraz keçdi, gördüm, pis qoxu gəldi, çox pis iyi gəldi. Baxanda gördüm, bir qorxunc it, çox qorxunc surətdə olan bir it gəldi, qəbrə daxil oldu. Bir müddət keçdi, o cavan yaralı halda çıxdı, qaçdı qəbirdən. Mən ona yaxınlaşdım, dedim, sən kimsən? Dedim, mən bu meyidin, dünyadan köçən adamın yaxşı əməllərinin surəti idim, təcəssümü idim. O it ki gördün gəldi, o da onun pis əməllərinin surəti idi. O gəldi, təəssüf ki, onun pis əməli yaxşısından çox olduğundan o mənə qələbə çaldı, məni yaraladı, qovdu. İndi qiyamətə qədər o itlə bir yerdə qalacaq o. O ona əziyyət eləyəcək qəbirdən qalxana qədər. Onlar ikisi bir-birindən ayrılmayacaq. Biz öz əməlimizin qonağı qalacaq qiyamətə qədər. Bunu bilməyimiz yaxşı olar. Hamımız öz əməlimizə qonaq qalacaq bir gün. İmam Sadiq əleyhissalamdan gözəl eşitməli bir hədisdir. Bu buyurur ki, insan ki qəbrə qoyuldu, bir surət gəlir onun başının üstünə. Ona baxır, deyir ki, kunna səlasə. Biz 3 nəfər idik səninlə bir yerdə. Səndən əlavə 3 nəfər idik ki, səndən qalırdıq. Kunna səlasə. Biri kana rizqukə fənqətəə bi-inqita'i əcəlik. Biri sənin ruzun idi. O həmişə səndən idi, amma səndən ayrıldı. Əcəl ki gəldi, ruzu qutardı. Deyirlər, insan axırıncı ruzusu qismətini yeməyənə qədər ölməyəcək. Allah hamıya müəyyən ruzu müəyyən eləyib, axırıncı tikəni yeyəndən sonra insan dünyasını dəyişir. Deyir, biri sənin ruzun idi, öldün, qutardı, ayrıldınız. Bu bir. İkincisi, və kana əhlükə və xəlləfukə və nsərəfu ank. İkincisi sənin əhlün idi, ailən, uşaqların, qardaşın, bacın. Onlar da ayrıldılar səndən. İndi oturublar palatkada, çadırda ehsanı yeyirlər. Səni qoydular qəbrə. İndi bu saat orada hətta görsən bəzən sevinirlər də ki, yaxşı ki bu öldü, görək bundan nə qaldı bizə. Belə də olur. Həyatda çox olur ki, elə gözləyirlər canı çıxsın, dava düşür ki, onun kimə çox düşəcək, kimə az düşəcək. O da sənin əhlün idi ki, səndən ayrılıb, indi gedib, oturub sənin ehsanı yeyir. Bəs mən kiməm ki, qalmışam səndən? Deyir ki, və kuntu əmələkə, mən sənin əməlünəm, və bəqitu məək, səndən bir yerdəyəm mən. Bizim ayrılan yerimiz yox. Ondan sonra deyir ki, inni kuntu əhvənu sələsə. Və təəccüblüsü budur ki, o üçünün içində mənə ən az əhəmiyyət verirdin sən. Ən az əhəmiyyət verdiyim mən idim. Ruziyə məndən çox əhəmiyyət verirdin.
Sən bir la ilahe illallahı ruzi qədər əhəmiyyətli bilmirdin. Sən namaza, oruca, axirət işinə, əmələ, salih işə nə ruzun qədər, nə balaların, övladın qədər əhəmiyyət vermirdin. Amma axırda onlar getdi, mən qalmışam. Sən orada başa düşmürdün ki, ən əhəmiyyətlisi mənəm. Sən ruziyə daha çox fikirləşirdin. Bütün günü plan çəkirdin ki, görüm necə eləyim qazanım. Sən daha çox ailə fikirləşirdin, daha çox övlad fikirləşirdin. İndi amma gör kim səndən qaldı. Hər bir səfərə çıxan adam ən münasib özünə yoldaş seçməyə birinci vəzifəsidir. Çox mühümdür ki, bir yaxşı adamdan, hamımız istəyirik ki, salih adamdan yola çıxaq. Ki, bizə xidmət eləsin yolda, bizə əziyyət verməsin. İnsan salih insanla yola çıxanda görürsən, bütün səfəri burnundan gətirir. Mən görmüşəm bir dəfə həyatımızda olub. Həcc ziyarətinə gedirsən, görürsən, elə nalayiq insandır ki, heç necə gəlib çıxıb bura adam başa düşmür. Nə işi var bunun həccdə başa düşmür. Biraz danışdırırsan, görürsən, heç Allaha inanmır bu. Bəlkə də biz yeganə ölkəyik ki, Allaha inanmayan adam həccə gedir. İnsan üçün yola çıxanda ən mühüm vəzifə budur ki, özünə salih bir yol yoldaşı seçsin ki, yolda ondan ünsiyyətdən ləzzət ala bilsin. Və bizim hamımızın axirət səfərində bizim yoldaşımız var ki, onu özümüz yaradırıq, özümüz seçirik, o bizim əməlimizdir. O yaxşı olacaqsa bizə xidmət eləyəcək, o pis olacaqsa bizə əziyyət eləyəcək. Ona görə hər zaman pis iş görəndə, yaxşı iş görəndə bunu yadımızda saxlayaq. Bunu özümüzə qanun kimi qoyaq. O pis işi görəndə bil ki, bax bir dənə surət yaradırsan, qorxunc bir surət ki, sənin yanında qalacaq o. Onu tövbə ilə öldürə bilərsən. Ölənə qədər onu öldürə bilərsən tövbə ilə. O səninlə bir yerdə qalacaq. Biz hamımız 5-10 gün ailəmizə qonağıq. Hamımız 5-10 gün ailəmizə qonağıq. Bir gün əmr gələcək ki, yükünüzü yığın gedirik. Hamımız üçün o gün gələcək. Yanında qaldığımız, ona görə Peyğəmbər buyurub ki, bir cəhətdən dünyada qəriblər kimi yaşayın. Olur ya, gedirik məsələn, bir yerdə səfərdə qalırıq, bilirik ki, burada bir 5-10 gün qalacaq. Ondan sonra vətənimizə qayıtmalıyıq. İnsanın dünyada vəziyyəti belədir. Hər an fikirləşək ki, mən burada qəribəm. Mən övladımın qonağıyam, ailəmin qonağıyam, ata-anamın qonağıyam. Bir gün ayrılıb çıxıb gedəcəm və bunlardan mənə bir fayda gəlməyəcək. Hədisdə var, ölülər gəlir yalvarır, ay xanım, həyat yoldaşına. Ramazan ayıdır, bir dənə məsələn Fatihə göndər mənə. Gəlir oğluna deyir ki, ay övlad, sənə ki bu qədər mal qoymuşam, ömrümü sərf eləyib, sərvət toplayıb sənə qoymuşam, bir dənə sədəqə ver, savabını mənə göndər. Bir nəfər danışır alimlərdən, deyir, zamanəmizin şahı dünyadan köçmüşdü, şah idi. Dünyadan köçmüşdü, bir neçə gün sonra mən yatdım, onu yuxuda gördüm, dedim, Əla Həzrət filan, dedi, o adlar da qutardı. O qaldı dünyada, Əla Həzrət saymırlar. Səndən xahişim budur ki, itləri üzə sümük atanda onun savabını mənə göndərin, ona möhtəcəm. Ölüyə sümük atanda niyyət eləyin ki, bu işin heyvana da yemək vermək savabdır da, o savabdan biraz mənə göndərin ki, ona da ehtiyaclıyam. İnsan orada ehtiyaclı olur dünyada qalanlara, amma ən yaxşısı budur ki, insan diriliyində öz-özünə savab göndərə, diriliyində göndərə. Bu hədisi mən neçə dəfə demişəm. Biri ölmüşdü, vəsiyyət elədi ki, mənim xurma bağımı ehsan eləyin fəqirlərə. Peyğəmbər gəldi, o xurmaları topladı qablara, xeyli xurması var idi. O xurmalardan bir çürük xurması düşdü yerə. Peyğəmbər götürdü o çürük xurmanı, dedi ki, and olsun Allaha, diriliyində bunu özü versəydi, öləndən sonra bu bağı verməkdən üstün. Nə qədər məhəbbət ürəyindədir, nə qədər sevgisi ürəyindədir, öləndən sonra vəsiyyət eləmək asandır. Özün sağ ola-ola onu Allah yolunda verəsən. Və ən yaxşısı budur ki, insan əməl eləyəndə düşünsün, danışanda məsuliyyətini başa düşsün. Təəssüf ki, insanların çoxu laqeyddir. Nə danışır, kimin barədə danışır, hansı sözü danışır, elə bilir danışdı, keçdi. Amma hər bir danışılan sözün hesabı var qiyamət günündə. Biz deyirik, yəqin belə olar, yəqin elə olar, yəqin deyə öz ehtimallarımızı kiminsə görürsən abrını aparırıq, kiminsə pisinə danışırıq, amma sabah bunların hamısı qəbirdə bizim əzabımıza səbəb olacaq. Allah da deyir ki, mən möminin abrının getməsindən keçmərəm. Bir hadisədir, bir nəfər deyir ki, mən bir əməl oxudum kitabların birində ki, kim bu əməli eləsə, istədiyi ölmüş adamı yuxuda görər. Var da belə əməllər. Deyir, mən o əməli elədim, özü təmiz pak gərək yataqda uzanasan. Yatağımı da pak elədim, namazı qıldım, filan elədim, yatdım, ölünü yuxuda görmədim. Bunu harada oxumuşdum? Şeyx Abbas Quminin kitabında. Səhər durdum, dedim, hə, bu da Şeyx Abbas Qumi. Yazmışdı ki, gələcək ölü, heç gəlmədi. Biraz gileyləndim, Şeyx Abbas Quminin dalıca biraz danışdım. Həmin günü getdim işimin dalıca, gəldim, yatdım. İkinci gecə yatanda Şeyx Mühəddis Qumi gəldi mənim yuxuma. Dedi ki, mən Mühəddis Qumiyəm. O ki, sən onun pisinə səhər danışdın, o mənəm.
və dediklərim də düzdür. Amma bir məsələ var ki, Allah bəzən ölmüş olsa da müsəlmanların abrının getməyini istəmir. Sən elə bir adamı niyyət eləyərsən ki, o orada əzabda olar, cəhənnəmdə olar, bərzəxin əzabında. Onu görərsən, səhər durub hər gördüyünə deyərsən, filan kəsi gördüm, vəziyyəti pisdir orada, yəni yaxşı adam deyirdi. Allah istəmir o insanların da dünyadan köçmüş adamın da qeybəti olunsun, onun abrı aradan getsin. Bəzi hallarda olur ki, görürsən o insanın əzabdan nicat tapması üçündür ki, Allah bəzən göstərir. Məsələn, Şeyx Rəcəbəli Xəyyat deyib bir gün bir nəfər deyib, mən atamın qəbrinin üstünə onu apardım, dedim, ağa bir Fatihə oxu, o da qeybdən xəbərdar insan idi. Bərzəx gözü açıq olan bir adam idi. Dedim, Fatihə oxu və atamın vəziyyətindən mənə xəbər ver. Baxdı, ağladı, dedi, atamın vəziyyəti çox pisdir orada. Dedim, bəs neyniyim? Dedi, səhər bir qoyun al, qurban kəs və İmam Hüseyn əleyhissalam üçün bir roizə məclisi təşkil edin. Savabını da bağışla atamın ruhuna. Deyim, mən belə elədim, fəqirlərdən topladım, bir roizəxan çağırdım. Roizə oxudular və gördüm ki, yavaş-yavaş bunun üzü gülür. Mən dedim, gülməyimizin səbəbi nədir? Dedi, elə ki, ehsan verdim və Əssalamu aleykə ya Əbu Abdillah dedim. Onlar İmam Hüseyn ağaya ağladılar. Mən dua elədim, gördüm İmam Hüseyn əleyhissalam gəldi, Allahdan istədi. Allah da İmam Hüseynin duası hörmətinə onu bağışladı. Onun günahından keçdi. Bəzən belə istisna hallarda bu ola bilər.